Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1944-cü ilin may ayında Dövlət Təhlükəsizliyi orqanlarında işə göndərilib. Heydər Əliyev 22 il deputat olub. 1990-cı il iyun 20-sində Bakıya qayıdıb. 1993-cü il oktyabrın 3-də səsvermə nəticəsində Heydər Əliyev prezident seçilib. Azərbaycan Respublikasının 3-cü prezidenti olub. 2003-cü il dekabrın 12-sində Amerikada klinikaların birində vəfat edib. Dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub. Vətənin da gününə, onun dadına çatdın. Üç rəngli bayrağımı zirvələrə ucaltdın. Çiçəklənən ölkəmiz Gülüstana oxşayır. Özün olmasan belə əməllərin yaşayır.